Gördüyünüz bu tarixi abidə Quba rayonu 1-ci nüvəli kənd məscididir. Məscid 19-cu əsrin əvvəllərində kənd sakinləri tərəfindən tikilmişdir. Bütövlükdə çiy kərpicdən, minarə isə 15 metr hündürlükdə olan qırmızı kərpicdən inşa olunub. Minarənin üzərində daş lövhədə bu kəlmələr yazılıb. Bu minarə Hicri qəmər təqvimi ilə 1316-cı ildə Rəcəb ayında tikilib. Daş lövhənin aşağı hissəsində isə belə qeyd olunub: Əzaya qalmadan namaza tələs, ölmədən əvvəl tövbəyə tələs. Bu minarə Şərif Hacı, Hacı Muhammed tərəfindən tikilib. Minarənin sol tərəfində başqa bir daş lövhədə isə belə yazılıb: Məscid Molla Zəki Solbanoğlu tərəfindən tikilib. Sovet işğalından sonra 1930-cu ildə məsciddə kinoklub, idman zalı, ambar kimi istifadə ediblər. Məscidin dam örtüyü eroziyaya uğradığı üçün 1986-cı ildə təmin olunub, dam örtüyü dəyişdirilib, xarici fəsadlar yenilənib. Hal-hazırda məscid dini məqsədlə istifadə olunur. Rustov məscidi Quba rayonunun Rustov kəndində yerləşən qədim tarixə malik olan memarlıq abidəsidir. 1903-cü ildə inşa edilmişdir. Deyilənlərə görə Azərbaycanın böyük xeyriyyətçisi milyonçu Hacı Zeynalabdin Tağıyevində məscidin tikilməsində kömək olmuşdur. Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin bünövrəsi kürsülük səviyyəsinə qədər çay daşından hörülüb. Məscidin damının örtük konstruksiyasında palıd tirlərdən istifadə olunub. 2008-ci ildə məsciddə Mədəniyyət Nazirliyi tərəfindən bərpa işləri aparılmışdır. Həmçinin məscidin həyətində yeni köməkçi binalar tikilmişdir. Altı Günbəz sinaqoqu 1888-ci ildə Hillel bin Hayyimin layihəsinə əsasən tikilmiş tarixi abidədir. Məbədin 14 əsas pəncərəsi vardır. Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə Aron Kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitablar həmin divarda yerləşən dolablarda saxlanılır. Quba rayonunun Ağbil kəndi tarixi abidələrlə zəngin kəndlərdəndir. Bu abidələrdən biri də Şeyx Məziyyət türbəsidir. Türbə 1537-ci ildə Şivaşlar dövründə tikilib. Türbələr Şivaşa Xəllahın göstərişi ilə memar Taceddin tərəfindən inşa olunub. Bununla bərabər Ağbil türbələrinin olduğu ərazidə müxtəlif qəbir daşlarının təsadüf olunur. Buradakı qəbir daşları Səfəvi hökmdarı Şah İsmailin yürüşləri zamanı həlak olan döyüşçülərin məzarlarıdır. Abidə xaricdən 8 güşəli, daxildən 4 bucaqlı plana malikdir. Hazırda insanlar buradan ibadət yeri kimi istifadə edirlər. Səkinəxanın məscidi 1854-cü ildə Quba şəhərində tikilmiş tarixi memarlıq abidəsidir. Məscid Abbasqulu Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədi ilə həyat yoldaşı Səkinəxanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilmişdir. İbadət evi dördbucaq formasındadır. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.